Bir qrup xəstə yaxını xəstənin razılığı olmadan onun yeməyinə, çayına, suyuna gizlin şəkildə dərman qatmaq istəyir və ya artıq bunu edir. Bu yolun təhlükəli olmasının və faydasız olmasının 3 əsas səbəbi vardır. Birincisi, xəstə müayinə olunmayıb, diaqnozu bəlli deyil. Eyni zamanda bunun üzərindən də təyin olunan dərmanın dozası və özü sual altındadır. Eyni zamanda dərmanın qidaya əlavə olunması onun təsirlərini və faydalarını dəyişdirə bilər, itirə bilər. İkinci önəmli məqam isə xəstə haqqında bir məlumat olmadığı üçün və dərmanın dozasını idarə etmək mümkün olmadığı üçün həm müalicəvi faydaları yoxdur, eyni zamanda da xəstəyə hər hansı yan təsirə və əks göstərişləri də dəyərləndirmək mümkün deyil və bu əlbəttə ki, xəstənin həyatı və sağlamlığı üçün təhlükəlidir. Üçüncü təhlükə isə artıq bunu edən xəstə yaxınları barəsindədir. Əgər xəstənin ciddi psixi pozuntusu, yəni psixozu varsa, müxtəlif şübhələr və bənzər hallar, onun bunu aşkarlaması xəstə yaxınları üçün təhlükə törədəcək. Çünki düşünəcək ki, məni zəhərləyirlər, mənim o düşüncələrim doğrudur və arada güvən daha da itəcəkdir və bu çox böyük fəsadlara gətirib çıxara bilər. Ona görə də bu yollardan qaçınmaq lazımdır. Hansı yol işə yarayır? Birdir. Əgər insanın ciddi psixi pozuntusu vardırsa, əlbəttə ki, öz razılığı olmadan da olsa belə təcili yardımın köməyi ilə xəstəxanaya yerləşdirilmək. Yox, əgər ciddi bir hal deyilsə, nevrotik pozun filandırsa, xəstə ilə davamlı söhbətin aparılması, videoların göstərilməsi və məlumatın verilməsi, maarifləndirilməsi. Çünki insanın öz istəyi yoxsa belə hallarda ona fayda vermək də mümkün olmur.